İftardan sonra fərahlanmaq istəyirsinizsə, gəlin cəmi 2 dəqiqəyə kokteyl hazırlayaq. Bizə lazım olan ərzaqlar: süd, banan, çiyələk, blender və milyon. Bananı istəsəz svej şəkildə kokteyl hazırlaya bilərsiniz. İstəsəz buzluğa atırıq, dondururuq. Süd, çiyələk, banan. Ağız dadınıza görə istəsəz şəkər də əlavə edə bilərsiniz. Yarım qaşıq da şəkər əlavə edirəm. Hazır oldu. Cəmi 2 dəqiqəyə hazırlayırıq. Dadı isə möhtəşəm, görünüşü də. İftardan sonra çox fərahlandırır. Südü sevməyən uşaqlar belə bunu çox sevəcək. Bu günləri canım çox kokteyl istəyirdi. İftarı açandan sonra həmin bu kokteyli hazırladım. İstədim ki, sizlərlə də paylaşım. O qədər dadlıdır və sadəcə 2 dəqiqə vaxtınızı aparır. Yəni siz də hazırlayın. Nuş olsun. Allah orucunuzu qəbul etsin.